İranda da baxın, İran dövlətinin, İran sərvətinin təsəvvür edin. Deyək ki, bu adicə həmən bu 10-12 günlük həmən bu müharibə var. Adı müharibə qoyulur. Bombalayırlar İranı. Orada xərclənən pulla İranı yenidən tikib söküb tikmək olardı. Təsəvvür edin. Xalqı necə xoşbəxt yaşatmaq olardı. Özü də təbii məsələdir. Bunun özü də bu xalqın içində xoşbəxt yaşaya bilərdi. Amma yox. Bunlar həmin o bir qrup quldurlar. O quldurlar ki, onlar bilirlər ki, əgər ölkədə demokratik quruluş olsa, demokratik dövlət olsa, qanunlar işləyən ölkə olsa, orada bunları heç çoban da götürməzlər. Ona görə ki, bunların qafası ona işləmir. Bunların qafası ancaq oğurlamağa, parçalamağa, dağıtmağa çatır, başqa şeyə çatmır. Yəni o nöqteyi nəzərdən və o şeylə də xalqı, milləti parçalayıb bəs bu günə qoyurlar. Baxın, İlham Əliyev 50 min sənətlə deyirlər ki, İlham Əliyevin trolu var. Və bir şey paylaşır, o saat baxırsan, görürsən ki, altında haradasa bir 5 min, 6 min şey var. Şərh yazan var filan, yaşa mənim gözəl prezidentim filan, belə elə şeylər yazırlar ki, sadəcə olaraq dəhşətə gəlirsən və bilirsən ki, troldur sadəcə olaraq. Yəni mən burada ədalət naminə oturmuşam və bu gün də buradan getməyə hazıram. Heç bir şey mənə lazım deyil. Gəlin oturun. Əlpər gəlsin otursun burada. Nə üçün qaçdı? O nə cürə prezidentlik eləyir? Mən gecə də mənə xəbər verdilər ki, Xalq Cəbhəsindən artıq ciddi tədbirlər görülür ki, Heydər Əliyev bu gecə nəyin bahasına olsun, həmə eləsin. Ancaq bu məni qorxutmur. Kim məni məhv eləmək istəyir, məhv eləsin. Mən xalqımın yolunda şəhid olmağa hazıram. KGB variantıdır. Deməli, bir balaca, yəni Elçibəy gedib, ölkədə yoxdur və bu artıq intriqa yaratmaq istəyir ki, güya ki, buna da suiqəst eləmək istəyirlər və boynuna qoymaq istəyir ki, güya bunu cəbhə edir. Halbuki cəbhə, düzdür, İsa Qəmbər, Pənah Hüseyin falan, onlar zəng elədilər, Heydər Əliyev gəldi, yəni bu faktdır. Bunlar elə fikirləşirdilər ki, və bunlar ona inanırdılar. Bunlar elə fikirləşirdilər ki, doğrudan da Heydər Əliyev düzəlib, gələn kimi başlayacaq xalqa işləməyə. Heydər Əliyevin də 60-dan sonra özü etiraf edir ki, 60 yaşdan sonra insan ancaq öz sağlamlığının dalından qaçan adamdır. Heydər də artıq o infaq saat keçirmişdi və buna yaxşı qulluq lazım idi. O nöqteyi nəzərdən buna hakimiyyət lazım idi ki, buna qulluq edəsin, bu ömrünü uzatsın. Yoxsa gözəl bilirdi ki, öləcək. Və o nöqteyi nəzərdən gəldi və gələn kimi də başladı özünə qulluq eləməyə. Xalq, millət sat boş şeydir. Yeri düşəndə icra başçısının, yəni bunu belə tanrıyırdı cəmaatın gözünün qabağında və yaxud da icrasında birini qaldırırdı ki, filan pul filana yığmaq üçün. Yəni, bunların hamısı o qədər dəhşətli şeylərdir ki, dostlar, yəni biz sadəcə olaraq biz bunları görmədik və biz həmən bu nadanlığımızın ucundan bu boyda gözəl bir qurulmuş, yəni 92-ci ildə doğrudan da indi buradan baxanda o qədər dəhşətli bir şəkildə görünür ki, baxın, əgər biz o zaman Elçibəyin zamanında biz bir balaca, yəni siyasi nöqteyi nəzərdən daha ağıllı olmuş olsaydı, yəni İsa Qəmbərin, Pənah Hüseynin, həm o hakimiyyətdə deyək ki, konkret vəzifə tutmuş adamların ki, onların nadanlığı ucundan, mən nadanlıq dərdim. Yəni, indi hamımız bilirik ki, nə Pənah Hüseyin, nə İsa Qəmbər, nə bilim, nə heç biri bunların, yəni vətənə, mən düşünürəm ki, xəyanət eləməz. Sadəcə olaraq nadanlıqları ucundan və yadınızda saxlayın o vaxt, o zaman Heydər Əliyevin çağırılmasında kimin münasibəti, hamısı lent arxivlərdə də var, bizim də yadımızda da hələ o qədər üstündən böyük tarix keçməyib ki, deyək ki, unudaq bu şeyləri.